Bugün biz harmoniyadan ardıcıllıq yazırıq. Ardıcıllığımız bu şəkildədir. Dominanta sıx düzülüş kvinta, tonika sıx düzülüş tersiya, dominanta, tonika, subdominanta prima vəziyyəti, tonika, subdominanta tersiya vəziyyəti, tonika, subdominanta, dominanta, tonika. Burada belə bir məsələ var. Bu qamma minor qammasındadır. Ona görə ki, tonikana subdominanta kiçiyinə yazdıq. Buradan nəticə çıxartmaq olar ki, bu minorda yazılır. Bir də xanə xarici ilə başlayır. Dominanta bu şəkildə yazılıb. Yazırıq si minor. Si minorda dominanta fa'dan başlayır. Fa. Sıx düzülüş kvinta deyir. Fa, fa. La, do. La, do. Bizdə si minorda la 7-ci pillədir. Ona görə la diyez qoyuruq. Xanəni bağlayırıq. Daha sonra biz bunu elə həll eləməliyik ki, yəni birləşdirməliyik ki, bu tonikanın sıx düzülüş tersiya vəziyyətinə gəlib çıxsın. Bu da olur si, fa, si, re. Harmonik üsulla birləşdiririk. Daha sonra dominantaya birləşdirməliyik. Bunu bu dəfə melodik üsulla fa, la, do, fa birləşdiririk. Və la'ya diyez qoyuruq. Sonra bu fa'nı bir oktavı yuxarı aparırıq. Ona görə ki, yenidən tonikaya birləşdirmək üçün bütün səslər yuxarı getməsin deyə si, si, re, fa. Bunu belə yazırıq. Daha sonra subdominanta primaya birləşməlidir. Və bu prima vəziyyətində olmalıdır. Sol. Subdominanta səsimiz mi. Mi, sol, si, mi. Biz bunu birləşdirdik melodik üsulla. Çünki prima vəziyyətinə düşsün deyə. Daha sonra si, si, re, fa. Qaytarırıq əvvəlki vəziyyətinə. Daha sonra subdominantanın tersiyasına, tersiya vəziyyətini yazmalıyıq. İndi biz bunu yazırıq. Harmonik üsulla birləşdiririk ki, mi, si, mi, sol. Mi, si, mi, sol. Tersiya vəziyyətinə gəlib çıxsın deyə yazdıq bunu belə. Daha sonra si, si, re, fa. Tonika yenidən subdominanta verilib, amma demir ki, necəsə birləşdir. Sadəcə biz bunu kamil bitirməliyik. Ona görə biz bunu melodik üsulla birləşdiririk. Daha sonra səhv yazdım. Mi, sol, si, mi. Gözümü kameraya baxıram. Kameraya baxıb yazdım. Bir xət yuxarı yazdım. Mi, sol, si, mi.
Mi sol si mi deməli ki bu subdominantadır. Biz bunu melodik usulla birləşdirdik. Ona görə ki bu elə formada dominantaya gəlib çıxmalıdır ki sonda tonika kamil şəkildə yazılsın. La, do. Burada da la'ya diyez qoyuruq. La'ya diyez qoyuruq və fa'nı bir oktava aşağı ötürürük ki biz tonikanı bu şəkildə yaza bilək. Si, re, fa, si. Burada nöqtəsini qoyaq. Bu da tonikamız. Yəni biz bunları başqa şəkildə də birləşdirə bilərdik. Sadəcə bizə təlimat verildiyinə görə ki, məsəl üçün subdominanta prima vəziyyətindədir, bu subdominanta tersiya vəziyyətindədir, bu tonika tersiya vəziyyətindədir. Ona görə biz bu akordları müəyyən də qayda ilə yazmalıyıq ki, bu gəlib sonda kamil şəkildə bitsin.